ikinci qiblə deyilən, yəni iki qibləli deyilən məsciddir bura. Birinci üzü belə qılıblar, Qudsə tərəf, yəni Fələstinə tərəf qılınır namaz. Sonra Quran ayəsi gəlir namazdayken Həzrət Peyğəmbər üzün Kəbə evinə tərəf çevirir. Yəni qiblə bura olur. İki qibləli məscid deyilən yer buradır. İki qibləli. Həzrət Peyğəmbər qibləni buradan Allahın əmri gəlir, üzü qibləyə dəyişir. Bu məsciddir, qədim məsciddir. Dəfələrlə düzəlinir. Həzrət Peyğəmbərin namaz qıldığı məsciddir. Bu məscid. Allah arzusunda olan hər kəsə buranı ziyarət etməyi nəsib eləsin.